Ey iman gətirənlər! Müəyyən bir müddətədək bir-birinizə borc verdikdə onu yazın. Qoy bunu aranızda bir katib ədalətlə qeyd eləsin. Katib Allahın onu öyrətdiyi kimi yazmaqdan boyun qaçırmamalıdır. Qoy o yazsın, borc alan da götürdüyü borcun miqdarını yazdırsın. Rəbbi olan Allahdan qorxsun və borcdan heç nə əskiltməsin. Əgər borc alan ağıldan zəif və ya acizdirsə və yaxud özü yazdırmağa qadir deyilsə, qoy onun etibarlı yaxın adamı borcu ədalətlə yazdırsın. Aranızdakı kişilərdən 2 nəfəri şahid tutun. Əgər 2 kişi olmazsa, razı olduğunuz şahidlərdən bir kişi və 2 qadını şahid tutun ki, qadınlardan biri unutduqda o birisi onun yadına salsın.